Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bugünə çox maraqlı xəbərlərimiz var. Mütləq sona qədər izləyin və sosial şəbəkələrdən bizi izləyirsinizsə, mütləq şərhlərdə fikirlərinizi yazın. Yuxularımızın bağırsaqdakı mikroblarla əlaqəli olduğunu desəm nə düşünərsiniz? Bəli, bilirəm ki, artıq hamımız bədənimizdə bütün hüceyrələrin və bütün canlı orqanizmlərin bir-biri ilə əlaqəli olduğunu bilirik. Amma bu qədər də yox da, yuxu hara, bağırsaq hara. Çox da bir-biri ilə əlaqələri var imiş, baxaq görək necə. Bağırsaq mikrobları yuxunun keyfiyyətinə böyük təsir göstərir. Amerika Birləşmiş Ştatı və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu bağırsaq mikrobiotasının insanın yuxu keyfiyyətinə birbaşa təsir etdiyini sübut edib. Araşdırma bağırsaq mikrobiotası və yuxu qarşılıqlı təsir mexanizmləri və terapevtik perspektivlər adı ilə Frontiers in Psychiatry jurnalında dərc olunub. Məqalədə qeyd olunur ki, bağırsaqda yaşayan mikroorqanizmlər sinir sistemi ilə sıx əlaqədə olur və melatonin, serotonin kimi yuxunu tənzimləyən hormonların istehsalını stimullaşdırır. Siçanlar üzərində aparılan təcrübələr göstərir ki, mikrobiota balansı pozulduqda yuxu fəsadlarının dərinliyi azalır. Orqanizmin bərpa prosesi isə zəifləyir. Alimlər hesab edir ki, bu əlaqənin öyrənilməsi gələcəkdə yuxusuzluq və depressiya kimi problemlərin müalicəsində yeni istiqamətlərin yaranmasına səbəb ola bilər. Arıqlamaq istəyənlərə xoş xəbərimiz var. Sadəcə bir dəfə, ömründə bircə dəfə bir iynə vurdurmaq kifayət eləyəcək ki, artıq kökəlməyəsiniz. Alimlər bunun üzərində işləyir. Çox maraqlı və innovativ xəbərdir. Baxaq. Artıq bir iynə ilə arıqlamaq mümkün olacaq. Artıq arıqlamaq və qanda şəkəri azaltmaq üçün sadəcə bir inyeksiya kifayət edəcək. Bu inyeksiya bədən hüceyrələrini Ozempic, Wegovy və Mounjaro kimi məşhur dərmanların əsas tərkibi hissəsi GLP-1 hormonunu istehsal edən kiçik fabriklərə çevirəcək. Amerika Birləşmiş Ştatında iki biotexnoloji startap New Yorkdan Renbio və Massachusetts'dən Fractile Health bu istiqamətdə siçanlarda ümidverici nəticələr əldə edib və hazırda gen terapiyası daha böyük heyvanlarda, donuz və meymunlarda sınaqdan keçirir. Uğurlu nəticələr əldə olunsa, texnologiya insan üzərində də yoxlanılacaq. GLP-1, yəni qlukagona bənzər peptid 1 bədən tərəfindən təbii olaraq istehsal olunur və beyinə toxluq siqnalı göndərərək iştahı azaldır. Bu hormonun təsirini təqlid edən dərmanlar son illərdə sürətlə populyarlıq qazanıb. Amerika Birləşmiş Ştatında istifadə edənlərin sayı 2 il ərzində 5,8%-dən 12%-ə yüksəlib. Lakin bahalı qiymət və ürəkbulanma, halsızlıq və qusma kimi yan təsirlər bir çox insanı narahat edir. Dünyada milyonlarla qadın istəmədən hamilə qalır. İstəmədən hamilə qalmağın müxtəlif səbəbləri var. Yaş kateqoriyası ola bilər, maddi, sosial vəziyyət və s. və ilaxır. Ailə planlaması ona görə vacibdir ki, övlad arzu olunan olsun. Həm qadın karyerasından qalmasın, həm də kişi öz qazancını tənzimləsin. Bu barədə səhiyyə mütəxəssisi danışıb, baxaq. Hamilə qalmaq istəməyən 257 milyon qadın. Ailə planlaması qadınların sosial həyatına və karyerasına təsir edirmi? Bu sualı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama ginekoloqu Flora Hüseynova səhiyyə.gov.az saytına verdiyi müsahibədə cavablayıb. Həkim bildirib ki, bir qadın təhsilini davam etdirmək, peşəkar sahədə irəliləmək istəyir. Əgər o, hamiləliklərini planlı şəkildə həyata keçirsə, həm öz arzularını reallaşdıra, həm də daha sonra sağlam hamiləlik yaşaya bilər. Mama ginekoloq Flora Hüseynova qeyd edib ki, bu hal qadının yalnız öz həyatına deyil, ailəsinə müsbət təsir göstərir. Çünki güclü, özünə inamlı, karyerasına uğurlu qadın eyni zamanda daha güclü ana olur. Yəni, ailə planlaması yalnız fərdi səviyyədə yox, həm də ümumi sosial inkişafda mühüm amildir. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının 2024-cü il ailə planlaması hesabatında 257 milyon xanımın hələ də müasir kontraseptiv vasitələrə çıxış imkanı olmayan, amma ailə planlamasına ehtiyacı olan qadınlar olduğu vurğulanır. Yəni, bu qadınlar hamilə qalmaq istəmir, lakin müxtəlif səbəblərdən maddi, tibbi, sosial və ya mədəni qorunma üsullarından istifadə edə bilmirlər.
Ümumdünya Səhiyyə Təşkilatı bir sıra səhiyyə qurumları ilə ortaq bir araşdırma ortaya çıxardı. Məsələ burasındadır ki, əvvəllər əgər körpənin valideyni sağ qalırdısa, yəni ana doğuş zamanı həyatını itirmirdisə, həmin uşaq bəxtəvər sayılırdı. Amma hazırda dünyada məhz doğuş zamanı həyatını itirən qadınların sayı kifayət qədər azalıb. Azalmanın səbəbi nədir? Birlikdə bilək. Hamiləlik və doğuş zamanı ölüm halları azalıb. Yeni qlobal araşdırmaya görə son 20 il ərzində dünyada ana ölümü halları əhəmiyyətli dərəcədə azalıb. 2000-ci illərdə hər il təxminən 443 min qadın hamiləlik və doğuşla bağlı fəsadlardan dünyasını dəyişirdisə, 2023-cü ildə bu rəqəm 260 minə enib. Yəni 41% azalma müşahidə olunub. Tədqiqat The Lancet Global Health jurnalında dərc olunub. Ümumdünya Səhiyyə Təşkilatının və aparıcı universitetlərin mütəxəssisləri 195 ölkənin məlumatlarını təhlil edərək bu azalmanın səbəblərini müəyyənləşdirib. Nəticələr göstərib ki, azalmaların 61%-i doğuş zamanı tibbi yardımın yaxşılaşması, ixtisaslı tibb işçilərinin iştirakı və doğuşdan sonrakı qayğının güclənməsi ilə bağlıdır. Qalan 39% isə doğum səviyyəsinin enməsi, kontraseptivlərin istifadəsi və təhlükəsiz abort xidmətlərinin artması hesabına əldə edilib. 2023-cü ildə 77 minə yaxın qadının ölümünün qarşısı alınıb. Bunun səbəbi isə kontraseptiv, yəni qoruyucu vasitələrdən istifadənin artmağıdır. Mütəxəssislər qeyd edir ki, doğum nəzarəti vasitələri qadınlara hamiləliklər arasında fasilə saxlamağa, bədənin bərpasına imkan verməyə və təhlükəli abortlardan yayınmağa kömək eləyir. Düyü deyəndə ağlımıza ancaq ağ rəng gəlir, amma qara düyü də var imiş. Üstəlik bu qara düyü ağdan xeyli də faydalıymış. Baxaq. Qara düyünün faydaları nədir? Frontiers in Nutrition jurnalında dərc edilən tədqiqata görə qara düyünün sağlamlığa təsiri və istifadəsi öyrənilib. Araşdırmada Pakistanlı professor Mavra Kavidinin rəhbərliyi ilə Michigan Dövlət Universiteti, Milli Tibb Elmləri Universiteti, Kənd Təsərrüfatı Universiteti, Faysalabad Pancab Universiteti, həmçinin Asiya Düyü Tədqiqat Mərkəzi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumat bazalarından istifadə edilib. Dünyada insanların yarısı gündəlik qidasını düyüdən alır. Qara düyü imperator düyüsü kimi tanınır. Antosianin, sink, dəmir, selen və B qrupu vitaminləri ilə zəngindir. Tədqiqat göstərib ki, qara düyü qan şəkərini tənzimləməyə, xolesterini azaltmağa və orqanizmdəki oksidləşməni zəiflətməyə kömək eləyir. Onun tərkibindəki antosianinlər hüceyrələri qoruyur, beyin və ürək sağlamlığını dəstəkləyir. Qara düyü unu çörək və makaron məhsullarında istifadə olunduqda glisemik indeks azalır, antioksidant təsiri artırır. Tədqiqat nəticəsində alimlər belə qənaətə gəlib ki, qara düyü sağlamlıq üçün hələ də tam öyrənilməmiş funksional qidadır. İnsanlar üzərində aparılan klinik sınaqlar məhduddur və nəticələr çox fərqlidir. Buna görə də uzun müddətli standartlaşdırılmış tədqiqatlara ehtiyac var. Veyp çəkənlərin sayı siqaret çəkənlərin sayından çoxdur. Dünyada ilk dəfə Britaniyada bu statistika ortaya çıxıb və məlum olub ki, veyp çəkənlər daha çoxdur. Mütəxəssislərin bəziləri qeyd edir ki, veyp siqaretdən daha az zərərlidir. Digər araşdırmacılar isə tam əksini iddia edir. Hələ ki, ortaq bir məxrəcə gəlinməyib, amma istənilən halda Britaniya səhiyyə rəsmiləri deyirlər ki, veyp siqaretə nisbətən daha az zərərlidir. İzləyək. Veyp istifadəçilərinin sayı siqaret çəkənləri keçib. Böyük Britaniyada aparılan son statistik araşdırmaya görə ölkədə ilk dəfə veyp və ya elektron siqaret istifadəçilərinin sayı siqaret çəkənləri geridə qoyub. Böyük Britaniyanın Milli Statistika İdarəsinin 2024-cü il üçün hesabatına əsasən 16 yaşdan yuxarı 5,4 milyon nəfər mütəmadi veyp istifadə edib. Araşdırma göstərib ki, gündəlik veyp istifadəsi ən çox 25-49 yaş arası müşahidə olunub. Qadınlar arasında bu tendensiya getdikcə artıb. Siqaretin sağlamlığa zərərli təsirləri haqqında maarifləndirmə kampaniyaları nəticəsində son 10 illikdə tütün istifadəsi davamlı şəkildə azalıb. Britaniya Milli Səhiyyə Xidmətinin məlumatına görə, veyp siqaretlə müqayisədə daha az risk daşıyır, lakin onun uzun müddətli təsirləri hələ tam öyrənilməyib. Xatırladaq ki, Böyük Britaniyada hər il təxminən 70 min ölüm birbaşa siqaretlə əlaqələndirilir. Hökumət yeni tütün və veyp qanunu layihəsi ilə 1 yanvar 2009-cu ildən sonra doğulan şəxslərə tütün məhsulları satışını qadağan etməyi planlaşdırır.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.